Değerli qardaşlar, değerli izləyicilər, salam. Hər vaxtınız xeyir olsun sizin. Deməli, sizə bir dənə ev çəkib təqdim edirəm. Baxın, bu ev masazırdadır, 3 otaqdır, paket kupçadır, 65 mindir. İndi sizə bütün dəqiqliyinin evi göstəririm. Bu evin giriş qapısı, həyətinə avtomobil daxil olur. Məhləsin falan da göstərəcəm. Burada qəşəng ayaqqabı şkafı yığmaq üçün yer var. Burada da şkaf üçün yer var. 3 otaqdır. Deməli 65 min manatdır. Yeni təmirdən çıxıb. Evin tikilişi, baxın, təkdaş deyil. Üstünün kəməri hətta orta divarlarda da kəməri atılıb. Kombi xəttləri, pəncərələr, şəbəkə pəncərələr. Qazı, suyu, işığı çəkilib. Kanalizasiya mərkəzi kanalizasiya sistemidir. Hamamın aksesuarlarına qədər qoyulub. Şulkanın yerinə qədər qoyulub. Hətta üstündə, hamamın üstündə ehtiyac su çəni var. O da ehtiyac su çəninin xəttləri deyiləm, dolub daşanda hara gedir falan. Krişiyə çıxmağa yeri. Üstünün çornukolu evə bütün hər tərəfinə döşənib. Pəncərələrin qarşısı açıqdır və küçəyə baxır. Nə vaxtsa burada heç nə tikilməyəcək. Deməli, ev masazırda yerləşir. Sayğacları hamısı var. Sənət-sünət qaydasındadır. Evin üstü paket krişadır. Və bura qonaq otağıdır. Baxır öz məhləsinə, həyəti. Deməli, görürsünüz, bir avtomobil rahat şəkildə evin qarşısında da saxlaya bilir. Həyətinə də daxil olur. Sonda sizə mətbəxi göstərim. Elektrik qovşaqları, aspiratorun xətti. Bugünkü gün qaz problemi yaşayanlar var. Qaz, kanalizasiya, su. Qeyd edirəm ki, kanalizasiya mərkəzi kanalizasiya sistemidir. Məhlə tam oturuşmuş, tam yaşayışlı məhlə. Bir dənə boş torpaq var burada. Kombi xəttləri. Havalanma üçün yerlər qoyulub ki, məsələn, pol şişməsin gələcəkdə. Kanalizasiyanın trapına qədər qoyulub. Həyətinə bir avtomobil daxil olub. O belə bir ev satılır. Deməli, orada zirzəmisi. Bir dənə bu buradadır, boş torpaq, dəyərli izləyicilər. O yolun ağzındadır, yoldan haradasa 10 metr məsafədədir. Marşruda 5-10 dəqiqəlik məsafədədir. 5-10 dəqiqəlik məsafədə. Baxın belə, kimə maraqlıdırsa bu ev zəng eləsin, Allahın köməyi ilə göstərək, sağ olun.